Bugün sizinlə yeni bir dərsin izahına baxacağıq. Əslində yeni deyil, bütün keçdiklərimizin ümumiləşmiş formasıdır. İndiyə qədər keçdiyimiz isim, əvəzlik, quantifiers bölməsində hissə-hissə hamısını keçmişik. Bugün hamısını birləşdirib ümumi mübtədə xəbər uzlaşmasının necə olmasına baxacağıq sizlə. Çox asan bir mövzudur. Hamının bildiyi bir şeydir. Bir-iki istisna keçmədiyimiz əlavə şeylər var, onları da deyəcəm bugün. Əvvəlcə biz başlayırıq mübtədə xəbər nədir? Bilirsiniz, ingilis dilində söz sırası necədir? Birinci cümlələrinin söz sırasında mübtədə gəlir, daha sonra xəbər gəlir, sonra tamamlıq, sonra digər üzvlər təyin, tamamlığın təyini varsa o təyin tamamlıqdan əvvəl də gələ bilər, zaman zərfi, yer zərfi və s. Biz əsas mübtədə xəbər uzlaşmasına baxırıq ki, bu mübtədə xəbərlə nəyə görə uzlaşır? Deməli, biz 3 cür uzlaşma öyrənməliyik, yəni bunu ayrı-ayrı yerlərdə də keçəcəyik. Birinci, şəxsə görə uzlaşma. Bu, to be-nin formalarında öyrənmişdik bunları. Şəxsə görə uzlaşmalar hansılar idi? I ilə am olurdu, you, are, he, she, it, is olurdu. Cəmlərlə are, təklərlə is. İkinci gəlir, deməli, zamanlara görə uzlaşma. Biz bunları hələ keçməmişik, zaman formalarını keçəndə feillə başlayanda öyrənəcəyik bunları. Və üçüncü, kəmiyyətə görə uzlaşma. Əgər mübtədə təkdirsə tək, cəmdirsə cəm. Tək mübtədə hansılardır, cəm xəbərlər hansılardır? Bunları digər qaydalardan, keçmiş dərslərimizdən demək olar ki, bilirik. Hamısı əvəzlikdə keçdiklərimiz, isimdə keçdiklərimiz, isimlərin təki cəmi, həmin mövzularda öyrəndiyimiz şeylərdə indi ümumiləşdirib deyirik burada. Tək xəbərlərimiz ümumiyyətlə nədir? To be-nin formaları, xəbər cümlədə nə olur? Hansı sözlər cümlədə xəbər olurlar? Bir to be-nin formaları, bir have, has feili, bir köməkçi feillər. Əgər cümlədə feil yoxdursa, hərəkət bildirən heç bir şey yoxsa, köməkçi feillər, do, does, did. Bir də feillərin özləri, hərəkət bildirən sözlər. Cümlədə xəbər olur. İndi bunu təkə cəmə ayıranda deyirik tək feillər is, was, has, does, feil plus s. Cəm feillər isə to be-nin cəm formaları are, were, indiki keçmiş zamanlardır. Has-in indiki zamanı have, does-da do və feillər s-siz. Keçmiş zamanda tək cəm olmur, gələcək zamanda tək cəm olmur. Ona görə biz ancaq indiki zamandan danışırıq. İndiki zamanda mübtədə tək xəbər tək olur, keçmişə bunların heç bir aidiyyatı yoxdur. Tək cəm xəbərlərimizi tanıdıq. İndi keçirik görək nə zaman mübtədə tək olur, nə zaman cəm olur və bu feillərlə nə vaxt uzlaşır. İndiki zaman olanda, deməli cümləmiz indiki zamandadırsa, biz bunu feilin sonuna s artırmaqla bilirik ya da to be-nin forması is indiki zaman, has indiki zaman, köməkçi feilimiz does indiki zaman olanda bilirik ki, cümlə indiki zamandadır. Bu zaman mübtədalara baxırıq. Əgər mübtədə he, she, itdirsə, bunlarla ifadə olunubsa, deməli xəbərimiz tək olmalıdır. Ya is, ya has, ya does, ya da feil plus s. Əgər indiki zamanda mübtədamız cəmdirsə, məsələn I, we, you, they, bu zaman feilə heç bir şəkildə əlavə etmirik. Yəni bu feillərə s şəkilçisini ki əlavə etmişdik, bunları əlavə eləmirik. Feil olduğu kimi qalır. Bu onun cəm olduğunu göstərir. To be feilində isə are, were olur, indiki keçmiş zamanlarda, təklərdə isə is, was olur. Have-də üçüncü şəxsdə has, amma qalan indiki zaman cəmlərdə isə have olduğu kimi qalır. Dediyim kimi keçmiş və gələcəyin də təki cəmi olmadığına görə orada feillərə s əlavə eləyə bilmirik. Birinci biz baxaq görək cəm mübtədə nə vaxt olur. Əgər mübtədalar bir neçə mübtədə varsa cümlədə və bunlar bir-biri ilə and bağlayıcısı ilə bağlanırsa, bunların xəbəri həmişə cəmdə olur. Yəni bir neçə şəxsdən, əşyadan, obyektdən, məfhumdan danışırıqsa, cümlənin mübtədəsi vəzifəsində çıxış edirsə, biz ora ancaq and bağlayıcısına bağlamışıqsa, ancaq xəbərin cəm formalarını, yəni to be indiki zamandadırsa are, keçmişdirsə were və heç biri yoxdur, köməkçi feildirsə do, to have feilidirsə elə have-in özü və feillər s-siz formada, yəni cəm formada işlədirik. Lakin bunun bir istisnası da var ki, əgər and bağlayıcısı ilə bağlanıb, amma dırnaq içərisində yazılarsa, xüsusi bir isim olduğunu göstərərsə, bu zaman xəbərimiz təkdə olmalıdır. Deməli, bütün and bağlayıcılarını da cəm hesab eləmək olmaz. Baxmalıyıq görək orada dırnaq varmı, yoxmu, xüsusi bir addımı. Məsələn, Əli və Nino kitab adıdır, bu təkdir. Bunu and bağlayıcısından bağlayıb iki şəxs yazmağımıza baxmayaraq, dırnaq içində olduğuna görə biz bilirik bu bir kitab adıdır, əsər adıdır, xəbər təkdə olmalıdır. Daha sonra cümlə gerundla, məsdərlə başlayırsa, məsdər nədir? To plus feil və gerund nədir? Feil plus ing. Bunlarla başlayırsa xəbərimiz həmişə təkdə olmalıdır. Ondan sonra ola bilər cəm isim gəlsin. Ondan sonra ola bilər and bağlayıcısından bağlanmış 2-3 söz gəlsin. Bizim mübtədamız əsasən bu to ilə başlayan məsdər ya da ing ilə başlayan gerund olmalıdır. Çünki, məsələn, to speak English and German, alman və ingilis dilində danışmaq. Almandan ingilisdən danışmırıq. Bu cümlənin mübtədəsinin almanla ingilisdən əlaqəsi yoxdur. Onlar sadəcə mübtədə tərkibidir. Bizə lazımdır alman və ingilisdə danışmaq. Danışmaq bir feildir, məsdər tərkibidir və tək olmalıdır. Bunun xəbərini is, was qoymalıyıq. Eləcə də gerund, ing ilə olanlar. Özündən sonra görürsünüz, salt and sugar deməli mübtədə tərkibi and bağlayıcısından bağlanmış sözlərlə istifadə olunub. Duz və şəkəri çox istifadə etmək. Əsas sözə baxırıq, etmək sözüdür, istifadə etmək. Deməli, xəbərimiz tək olmalıdır.
Daha sonra baxırıq noun plus of plus noun quruluşuna. Belə bir quruluşda xəbər həmişə söz önündən, yəni birinci ofdan əvvəl gələn sözlə uzlaşır, xəbərlə, mübtədə ilə uzlaşır. Məsələn, biz sayıla bilməyən isimləri saymaq üçün ifadələr öyrənmişdik. A bunch of, a piece of, a salt of, a sax of, a slice of. Bu cümlələrdə, bu ifadələrdə ofdan əvvəl gələn sözə baxırdıq. Həmin isimlər təkdirsə, qabağında artikel olurdu, xəbər tək olurdu, cəmdirsə, qabağında miqdar sayı və hər hansı başqa bir kəmiyyət bildirən söz və xəbərdə cəmdə olurdu. Eyni şeydir, yəni biz bunu öyrənmişdik. Quantifiers-da eyni şeyi burada təkrar deyirik. Deməli, ofdan əvvəl gələn və bu sözlərimiz görürsüz cəm olduğuna görə xəbərimiz cəmdə işlənmişdi. Əgər onlar tək olsaydı, xəbər təkdə olardı. Sonra gəlirik bağlayıcılara. Bağlayıcılardan hansı bağlayıcılar idi ki, özündən sonraki gələn söz, ikinci mübtədə ilə uzlaşırdı xəbər. Neither nor, either or, not only but also. Bunlardan sonra ikinci bağlayıcının ikinci tərkib hissəsindən sonra gələn isimlər təkdirsə, mübtədələr təkdirsə, xəbər tək, cəmdirsə, xəbər cəm olmalıdır. Daha orada birinciyə baxıb, ya da ki, demişdik, neither'ın xəbəri həmişə tək olur, either'ın xəbəri tək olur. Bunların qarışdırmayın. O əvəzlikdir, bu isə bağlayıcıdır. Neither nor, nə də, either or, ya da not only but also, nəinki həmçinin. Bu bağlayıcılardan sonra ikinci gələn mübtədə cəmdirsə, xəbər həmişə cəm olur, təkdirsə, tək olur. Daha sonra cəm olan mübtədələrimiz hansı əvəzliklərdir? Both, both of, both and. Bunlarla həmişə, both çünki hər ikisi deməkdir. Həm both and həm də deməkdir. İki şəxsdən, iki əşyadan, iki obyektdən söhbət getdiyinə görə bunun xəbəri həmişə cəm olmalıdır. İndiki zamanda are, keçmişdə were, have, do, come. Buradakı come, play, yəni feillərin sonunda s olmadığını göstərir. Ona görə adi hərəkət bildirən hər hansı feili nümunə göstərmək olar. Tərkibində s yoxdur, deməli cəm. A number of, the number of, bir sıra və say. Bunların fərqi bir dənə tərcümələrində də a number of bir sıra deməkdir. Özündən sonra cəm isim gəlir, xəbər cəm olur. The number of isə xəbəri həmişə təkdə olur. Özündən sonra isim cəmdə ola bilər. Bəzi hallarda tək isim də gəlir, amma xəbəri həmişə təkdədir. Özündən sonra gələn isimdən asılı olmayaraq the number of-un xəbəri tək, a number of xəbəri isə həmişə cəmdə işlənməlidir. Bunu uşaqlar qarışdırırlar ki, a artiklı var, a number of, deməli bu tək olmalıdır, amma ikincidə d həmişə cəmlik bildirir. Məsələn, isimləşmiş sifətlərdə filan öyrənirdik. The olds, the youngs. Oradakı d-ni həmişə cəm qəbul edildiyinə görə xəbərini də cəm fikirləşirlər. Tamam məntiqə uyğundur, düz fikirləşə bilərsiniz, amma bu istisnadır. Bunu belə yadda saxlayın ki, a artiklı olmasına baxmayaraq qabağında xəbər həmişə cəm olur. D artiklı olmasına baxmayaraqsa xəbər təkdə olur. Bir dənə burada istisna kimi yadda saxlayın. A number of-un xəbəri cəm, D number of-un xəbəri isə həmişə təkdə işlənməlidir. Nümunələrdən də görürsünüz. Daha sonra biz nisbə əvəzliklər keçmişdik. Yadınızdadırsa, who, whom, which, that və bu nisbə əvəzliklərdə yadınızdadırsa hamısını canlı, cansız isimə görə qruplaşdırmışdıq. Məsələn, özündən əvvəl canlı isim nöqtələrdən sonra xəbər gəlirdi birbaşa. Hansılar idi? Məsələn, canlı nöqtələr qoyurduq burada. Burada who və ya zət olmalı idi. İkinci nöqtədən sonra isə xəbər gəlməli idi. Burada da xəbər gəlirdi. Bu xəbər bu isimlə uzlaşır. Bu who və yaxud da hər hansı canlı, cansız isimə uyğun olaraq which və ya zət hansı olur olsun. Bu deməli nisbə əvəzliklər. Cümlədə biz görsək ki, nisbə əvəzlik var. Ondan əvvəl olan ismə baxırıq. Canlı və ya cansız fərqi yoxdur. Bunlardan hansısa təkdirsə, xəbər tək, cəmdirsə, xəbər cəm olmalıdır. Deməli, nisbə əvəzlik qaydalarında təyin elədikləri isim, yəni özlərindən əvvəl gələn bu isim, bu təyin etdikləri isim, özlərindən sonra gələn bu xəbərlə şəxsə və kəmiyyətə görə uzlaşmalıdır həmişə. Bu uzlaşma heç vaxt pozula bilməz. Yəni, cümlədə həmişə mübtədə axtaranda, əgər mübtədəni tapmaqda çətinlik çəkiriksə, biz baxmalıyıq görək nisbə əvəzlik varmı və bu nisbə əvəzlikdən əvvəl gələn isim təkdirsə tək, cəmdirsə cəm olmalıdır. Sonra keçirik, başqa hansı isimlərimiz, mübtədəmiz cəm olurdu? Deməli, several, both, many, few, others əvəzlikləri xəbəri həmişə cəmdə tələb edir. Burada the others da ola bilər, yazmayıblar. The artiklan işlənəndə də xəbərləri həmişə cəm olur. Bu qalan digər bu saydıqlarımız several, both, many, few isə özlərindən sonra həmişə cəmdə olan bir isim tələb elədiklərinə görə xəbərləri də həmişə cəmdə olmalıdır. Daha sonra xəbəri tək olanlara keçək. Each, much, either, neither, another, one və bütün törəmə əvəzlikləri, some'ın törəməsi, any'nin törəməsi, every'nin törəməsi, inkar törəmələri hamısının xəbəri həmişə təkdə olur. Yadınızdadırsa hələ demişdik törəmələrdən sonra isim də gəlmir, of da gəlmir, xəbər də təkdə olur. İndi buna ümumiləşdirib burada nə qədər ki əvəzliyi öyrənmişdik, hamısını əlavə edirik. Each özündən sonra tək isim gəlir, every özündən sonra tək isim gəlir, either, neither, another, much, little, bunlardan sonra həmişə tək isim gəlir, one, tək isim gəlir. Deməli, və bütün törəmələr, xəbərlər tək isim tələb elədiklərinə görə xəbərləri də tək olur. Bir dənə törəmədən sonra isim gəlmir, sadəcə özünün xəbəri həmişə təkdə olur. Sonra gəlir several, both bunları dedik. Some, any. Deməli, some, any, no, all, more və most.
Bunlar özlərindən sonra gələn isimdən asılıdır. Əgər özündən sonra gələn isim cəmdirsə, xəbəri cəm olmalıdır. Tək sayılandısa, xəbəri tək olmalıdır. Bilirsiniz, bunlardan sonra sayılan tək sayılan isim gəlmir, həmişə sayılmayan gəlir. Əgər bunlardan sonra sayılmayan isim gördüksə, xəbəri təkdir. Sayılan da gördüksə, o isim də cəm olmalıdır. İsmi cəmdirsə, xəbəri də avtomatik cəm olur. Sonra zaya, hiya və ya və or olan cümlənin xəbəri özünə ən yaxın olan isimdən uzlaşır. Məsələn, there is, there are qaydası var idi. Bunlardan sonra əgər are varsa, biz cəmdən istifadə eləmişiksə, özündən sonra gələn isim də mütləq cəmdə olmalıdır. Amma əgər bu sözlərdən sonra gələn xəbərimiz təkdirsə, özündən sonra da tək isim gəlməlidir. Deməli, burada birinci xəbər gəlir. Vardır demək, tərcüməsini bilirsiniz. Cümlənin əvvəlində gəlirlər və bundan sonra gələn ismi biz təyin eləməliyik. There is, there are da is-dirsə tək, are-dırsa cəm. Keçmiş zamanlarında da eyni ilə belə were-dürsə cəm, was-dürsə tək. Yəni, ən yaxın olan isimdən uzlaşır. Ola bilər ki, and bağlayıcısından daha sonra tək isim gəlsin. Nümunədə gördüyünüz kimi, ikinci tərəfdə tək isim gəlsin, and bağlayıcısı var. Bizim onunla heç bir işimiz yoxdur. Biz ona yaxın olan, xəbərə yaxın olan ismə baxmalıyıq. Cəmdir, məsələn, deməli, düzgündür. Sonra keçirik, təklərdən davam edirik. Məsələn, itlə başlayan cümlələr, şəxsi cümlə olur, itlə başlayan cümlələr. Məsələn, it is snow, it's dark, it's time, it's cold və s. It's 5 o'clock nümunədə də var. Şəxsi cümlələri həmişə itlə düzəldirik və xəbəri də həmişə təkdə olur. Soyuqdur, istidir, saat 5-dir, gecdir, tezdir və s. Sonra D artiklı ilə başlasa da, yəni substansiyələşən isimlər var, cümlənin əvvəlində gəlir. Artiklı birinci qoyuruq, özündən sonra sifət qoyuruq. Bu olur cəm isim. Yadınızda da əzbərləmişdik bunları. The old, the young, artikl plus sifət bərabərli cəm isimə. Və bunların xəbəri həmişə cəmdə olmalıdır. Çünki onlar cəmlik bildirən isimlərdir. Yaşlılar, qocalar, cavanlar, kasıblar, varlılar, körlər, ingilislər, hətta millət adlarının qabağına qoyduq. The Japanese, the Chinese və s. Bunların qabağında artikl olduğuna görə xəbərləri də həmişə cəmdə olmalıdır. Sonra gəlir riyazi hesablamalar. Əgər riyazi hesablamaları bildirən söz qrup bir ifadə qrupla ifadə olunursa, həmin söz hesablamalar, xəbər təkdə olur. Məsələn, 4 plus 5 9 eləyir deyəndə, orada and bağlayıcısından bağlayırıq, xəbəri amma təkdə olur da. Bunu and bağlayıcısından bağladıq deyə fikirləşməyin ki, xəbəri cəmdə olmalıdır. Riyazi hesablamalarda xəbər həmişə təkdə olur. Sonra mübtədə bütöv söz birləşməsi, gerund, məsdər tərkibi və yaxud da budaq cümlə ilə ifadə olunursa, bayaq dedik gerund hansı idi? Using, məsdər tərkibi to ilə olan hər hansı bir feil və hər hansı bir söz birləşməsi ilə ifadə olunub və ən xüsusda budaq cümləsi ilə, budaq cümləni baş cümləyə bağlayan bir vasitə ilə ifadə olunursa, burada xəbər həmişə təkdə olmalıdır. Dediyim mübtədəmiz who, what sual əvəzliklərlə ifadə olunanda xəbər təkdə olur. Bu nə deməkdir? Əgər bu who, what-la əvəz olunmaq o deməkdir ki, cümlə sual cümləsidir və mübtədənin sualıdır. Who, what-la sual veririk. Biz sual cümlələri keçəndə bunları öyrənəcəyik, amma mən demişdim əvvəlki dərslərimizdə, məsələn, sual əvəzlikləri bölməsində bunu keçmişdik. Cümlədə sual verəndə bir baxırıq hansı cümlə üzvünün sualıdır, bir də zamanına baxırıq. Əgər mübtədənin sualıdırsa, bunu nədən bilirdik? Çünki həmin cümlədə mübtədə olmurdu. Əgər mübtədənin sualıdırsa və indiki zamandadırsa, bu zaman xəbər təkdə olmalıdır. Çünki keçmişin gələcəyin təki cəmi yoxdur. İndiki zamana aiddir bunun hamısı. Mübtədənin sualıdır və indiki zamandadırsa, xəbərimiz həmişə təkdə olmalıdır. Tək xəbərlərdə feil plus s-dir, çünki mübtədənin sualında heç vaxt heç bir köməkçi feildən istifadə etmirik. Daha burada görürsünüz is, was, has, does demirik. Çünki mübtədənin sualında köməkçi feildən istifadə olunmur. Mübtədə əvəzinə who, what qoyuruq, ondan sonra birbaşa olaraq xəbər özü gəlir. Yəni feil özü gəlir, hərəkət bildirən söz. Ona görə də feillər indiki zamanda s qəbul edib təkdə olmalıdır. Sonra riyazi hesablama demiş ki, burada mübtədənin ölçü vahidindən, faizlə, kəsirlə, məsafə bildirənlərlə və yaxud da pul bildirən sözlərlə ifadə olunması var. Bunlarda da adətən xəbər təkdə olur. Məsələn, 250 dolları görürsünüz burada. Dollar sözün cəm olmağına baxmayın. Bu pul bildirdiyinə görə xəbər tək olmalıdır. 250 dollar bir pul vahididir, birdir. Deməli, xəbər tək olmalıdır. Amma ümumiyyətlə dollar sözünün özünü cəmləyiriksə, burada xəbər, deməli, qabağında miqdar sayı işlənirsə, dəqiq məbləğdən danışırıqsa, pul bildirən hər hansı bir sözün qabağında dollar olmasın, evro olsun, rubl olsun, nəsə başqa bir şey. Dəqiq qabağında rəqəm varsa, bunun xəbəri tək olmalıdır. Amma dollar sözünün özü, manat sözünün özü, evronun özü, rublun özü cəmdirsə, xəbəri cəm olmalıdır. Ancaq mübtədə bu ölçü, zaman və kəsir, faiz, pul məsələləri ilə bağlı hər hansı sözlə ifadə olunub, amma birinci tərəfində of birləşdiricisi işlənibsə, onda ən yaxın olan isimlə uzlaşır. Deməli, half of the tables deyirik, half of the money deyirik. Gördüyünüz kimi half of the tables-da ofdan əvvəl gələn söz təkdir, amma xəbərimiz cəmdir. Çünki bunların arasındakı fərqi göstərir.
Puldan danışarkən half of money deyirik, ofdan əvvələ baxırıq, used qoyuruq burada, was qoyuruq, xəbər tək olur. Amma burada table sözü cəm olduğuna görə xəbərimiz elə cəm olmalıdır, were olmalıdır. Məsələn, burada birinci tərəfdə baxın, kəsir. Kəsirlərdə gördünüz, ofla işlənib deyə xəbərimiz cəmdədir. Amma normalda xəbər ofdan əvvəlki sözə baxaraq tək cəmdəsə cəm olmalıdır. Deməli, bir dənə ölçü, zaman, məsafə, pul, faiz, kəsir ifadə edən sözlər of birləşdiricisi ilə işlənib, xəbər özünə ən yaxın olan isimlə uzlaşır. Amma qalan hallarda ofsuz işlənərsə, xəbəri adətən təkdə olmalıdır. Sonra gəlir, mübtədə söz önləri ilə işlənərsə. Söz önləri hələ ki əzbərləməmişik, amma yəqin ki, hamı məlumat var, bilirik söz önləridir. By, whom, with, nə bilim, in, on, at, under. Bu sözlər, bu söz birləşmələri kimi işlənərsə, yəni mübtədə söz birləşməsindən ifadə olunarsa və tərkibində bu söz önləri, bu bağlayıcılar, along with, as well as və s. bu kimi bağlayıcılardan, söz önlərindən hər hansı biri işlənərsə, biz ondan əvvəlki sözə baxmalıyıq. Söz önündən, bağlayıcıdan əvvəl gələn sözə, birinci gələnə baxmalıyıq. O təkdirsə xəbər tək, cəmdirsə xəbər cəm olmalıdır. Və cümlədə bir neçə söz önü ola bilər. Biz bunu ilk söz önüyə görə götürməliyik. Yəni, bir neçə söz önündən bağlayıcı ilə ola bilər, bilə-bilməzsiz hansına baxmaq lazımdır. Ən birinci, mübtədəyə ən yaxın olan, ən ilk söz önü hansıdırsa, onun şəxsinə, kəmiyyətinə baxmalıyıq ki, ona uyğun da xəbərimizi qoyaq. Sonra gəlir əvəzliklərdən bizim all əvəzliyi var idi. Biz bunu keçəndə də demişdik. Yəqin ki, adınızdadır. All'un cümlədə iki funksiyası var idi. Həm mübtədə ola bilirdi, həm təyin ola bilirdi. Mübtədə olanda adı üstündədir, mübtədədə cümlədə əsas idarə edici funksiyadadır. Deməli, tək işlənir, özündən sonra heç bir şey gəlmir, sadəcə xəbər gəlir. Və burada iki mənada işlənirdi. Əgər mübtədə canlıları bildirirsə, tərcüməsi hamı olursa, xəbərimiz təbii ki, cəmdə olmalıdır. Cansızları bildirib tərcüməsi hər şey olursa, xəbərimiz təkdə olmalıdır. All are at school, hamı məktəbdədir, all is ready, hər şey hazırdır. Amma mübtədədən əlavə all'un təyin funksiyası da var ki, bu zaman özündən sonra isim tələb edir. Bu isim də sayıla bilən cəm ola bilər və sayılmayan tək ola bilər. Sayılan tək heç vaxt ola bilməz. Sayılan təklə işlənən hansı idi bu arada? Sinonimi var idi all əvəzliyinin, sayılan təklərlə işlənən. The whole əvəzliyi idi ki, o bunu əvəz edirdi, sayılan tək olurdu. Nəysə, bu kiçik xatırlatmanı buradan yığışdıraq. Əsas biz odaqlanırıq ola. Deməli, oldan sonra isim gələrsə, təyin funksiyasında olarsa, əgər o isim cəmdirsə, sayıla bilən cəmdirsə, xəbəri cəm, sayıla bilməyən təkdirsə, xəbəri tək olur. Bu belə. Sonra gəlir sonunda s və es olan ölkə və təşkilat adları. Bunlar mənaca təkdə olduqlarına görə xəbərləri də təkdir. Məsələn, Amerika Birləşmiş Ştatları, United States of America deyirik. Orada states sözünün cəm olduğuna fikir vermirik. Birləşmiş Amerika Ştatları bir dövlət, bir ölkə olduğuna görə xəbəri təkdir. Və yaxud da Niderland, orada sonunda S olduğuna baxmayaraq tək xəbər qoyuruq. United Nations, xəbər tək olmalıdır. Bunlara fikir verin. Bütün deməli keçdiyimiz qaydaların ümumi forması da çətin bir şey yoxdur. Xəbər təkdirsə, mübtədə də tək olur, mübtədə təkdirsə, xəbər də tək olur və ya cəmdirsə cəm olur. Cəm xəbəri, tək xəbəri bilirsiniz. Cəm mübtədanı tapmaq qalır bizə bir dənə. O da yəni çox sadədir. Baxırsınız, isim cəmdirsə, mübtədə cəmlə ifadə olunubsa, deməli xəbər cəm olmalıdır. Cəm isimləri bilirsiniz hansılardır. Sonuna es əlavə elədiklərimiz, kökündən dəyişənlər, təki cəmi eyni olanlar və orada baxmalıyıq, artikel varsa təkdir, yoxdursa cəmdir. Daha sonra həmişə cəmdə olan isimlər, police, cattle, gentry, goods, contents və s. bunları əzbərləmişdik. İki hissədən ibarət olanlar. Yəni, bu sözlərlə ifadə olunursa, bizim xəbərimiz həmişə cəmdə işlənməlidir. Əgər bunlar deyilsə, isim təkdirsə, deməli xəbərdə tək olur. Sonra keçdik əvəzliklərdə. Hansılar dedik? Bir dənə ümumiləşdirək. Özündən sonra xəbəri cəm olan boss'un xəbəri cəmdir. Boss and-in xəbəri, boss of them. Bu əvəzliyin xəbəri həmişə cəmdə olur. Həmişə təkdə olanlar each, every, either, neither. Daha sonra one of. Bunların xəbəri tək idi. Özündən sonra gələn isimdən asılı olanlar hansılar idi? All özündən sonra gələn ismə baxır. Some ismə baxır. Any ismə baxır. No əvəzliyi ismə baxır. Sonra xəbəri həmişə tək olan törəmələr var idi. Some'un, any'nin, no'nun törəmələri. Bunların xəbəri həmişə təkdə işlənməli idi. Söz önləri varsa cümlədə söz önündən əvvələ baxırıq. Article bir isim varsa təbii ki, article'ın təkinə cəminə baxırıq. The article-dan verib cəm isimdirsə cəm. An article-dan verilib sayılan təkdirsə tək olmalıdır. A number of-un xəbəri cəm, the number of-un xəbəri tək olmalıdır. Belə şeylərə diqqət edin. Yiyəlik halda əsas gələn ismə baxırıqda apostrof s-ləri bu təklə cəmlə qarışdırmayın. Yiyəlik halda əsas apostrof s-dən sonra gələn ismə baxırıq. O isim təkdirsə tək, cəmdirsə cəm olmalıdır. Test işləyərkən yəni ancaq bunlara fikir versək, təbii ki, test işləmə şansımız, yəni yaxşı işləmə, düzgün işləmə şansımız daha yüksək olar. Ənd bağlayıcısı ilə bağlananda iki mübtədə ənd bağlayıcısına bağlanırsa cəm olur. Əgər dırnaq içindədirsə tək olur. Belə şeylərə fikir vermək lazımdır. Of funksiyasında dedim, əvvəlki gələn ismə baxırıq.
Yəni burada dediyim hər şeyin ümumi variantı verilib, ümumiləşmiş variantı. Nümunələrə baxıb tanış ola bilərsiniz test izahlarından. Bu qədər dərsimiz çətin bir şey yoxdur. Bütün keçdiklərimizin təkrarıdır və yaxşı yadda saxlayın. Yəni heç bunu əslində oxumağa dəyməz. Sadəcə izaha baxıb yaxşı yadda saxlamaq olar. Çünki bütün keçdiklərimizin, yəni deyirəm, ümumiləşmiş formasıdır. Amma yaxşı yadda saxlayan qəbula bir sual düşə bilər. Mübtəda xəbər uzlaşması əsas mövzulardan biridir və düşmə ehtimalı çoxdur. Belə, növbəti videolarda görüşərik. Hər birinizə uğurlar.